Və dostlar, vaxt itirmədən elə Faiq bəyin sujetini təqdim eləyək. Buyurun. Sənin eşqin məni gətirdi dilə. Məndə bir qədər şərab səni əvəz eləmir. Həsrətli xatirələr səni əvəz eləmir. Sən elə bilirdin ölərəm sənsiz. Diz çöküb sədəqə dilərəm sənsiz. Deyirdin qəlbimə yol tapan olmaz. Yenə də qapına gələrəm sənsiz. Faiq Ağayev Azərbaycan musiqi estradasında kifayət qədər tanınmış insanlardan biridir. Müxtəlif illərdə öz musiqiləri ilə, öz geyim tərzi ilə, öz fikirləri ilə digər ifaçılardan həmişə seçilib. Bizim ən sevimli müğənnimizdir. Yəni pərəstişkarıyıq. Fərəhindən coşar yeni nəğmə, coşar sur ilə bülbüllər. Açar kəməndə sən güləndə. Faiq Ağayev deyəndə ağlıma uşaqlığım gəlir. Ağlıma hit mahnıları gəlir, yəni qulaq asılan mahnıları da var. Bəyənirəm, yəni şair olaraq. Faiq Ağayev kim tanımır ki, bu xalq artistimizdir, gözəl sənətkardır, müğənnidir. Bəli, tanıyıram. Həm də qonşum olur. Azərbaycan, onlar yurdum mənim. Sən namusun, heyrətin sən vətənim. Ağayevdə ən çox xoşuma gələn yüksək zəka, yüksək davranış mədəniyyəti, yüksək efir mədəniyyəti və s. Yəni onda bunların hamısı bir küll halında toplanıbdır. Bunu hər müğənnidə tapmaq olmaz. Yanımda olmağına öyrəşdim, öyrəşdim, öyrəşdim. Azerbaycan'ın en iyi şarkıcılarından biri aklımıza geliyor. Çok beğenerek dinliyoruz. Başarılarının da devamını diliyoruz. Danışıq tərzi çox xoşuma gəlir, intuisiyanla danışır. Azərbaycan dilini çox mükəmməl bilir, dəyərli sənətkardır. Yaxşı müğənnidir, savurmenli, müasir. Çox savadlı, çox xarizmatik bir insandır. Azərbaycan fəxridir. Hər deyilən sözlə oynasaq, uşaq kimi onda bizdə bir şey alınmaz. Biz alovuq buzla oynasaq, uşaq kimi dualarımız qəbul olunmaz. Bax belə, çox istədiyimiz qonaqlar üçün belə süjetlər hazırlayır. Həm sizə süjeti hazırladığınıza görə təşəkkür, həm sorğuda iştirak edən və fikirlərini bildirən hər bir kəsə buradan ehtiram, sevgi və təşəkkür. Olsun. Faiq bəy, qonşumuzu tanıdınız yoxsa? Yox, tanımadım. Siz səhv eləmirəmsə eyni evdə... Yox, mən 3 dəfə ev, mənzil dəyişmişəm. Yəqin bundan öncəki dəfələrdə harda yaşamışamsa, oradandır qonşum. Mən ümumiyyətlə evə girdim, məni heç görmür bilər. Maşına mindim, getdim. Yaxşı, onda belə bir sual verim Faiq bəyə. Bilmirəm, xatırlayırsınız yoxsa yox, mən də sizin klipə çəkilmişəm. Sən ayrılma məndən klipinə çəkilmişsən və o klip narkomaniyaya qarşı mübarizə mövzusundaydı və ilkin də orada baş rolda çəkilmişdi. Elə bilir, ikiniz də orada fikirləşirdin ki, Faiq bəy deyəcək, doğrudan. Yox, yadımdadır. Zümrüd Qasımova ilə bərabər bir məclisdə oturmuşsunuz orada, kimsə nəsəsə təklif edir. Pis-pis işlərlə məşğulsuz. Bəli, ilk uğurun pis-pis işləri oldu. Amma biz onu örnək gətirdik ki, belə eləməyin, çünki sonu, klipin sonunda çox həssas bir məqam var, doğrudan çox böyük bir mesaj var. Narkotik aldaçıları olan valideynlərin övladı, xəstə övladı
Allah hamımızdan o aqibəti uzaq eləsin. İlkin qucağında saxlamışdı o uşağı. Biz göstərdik ki, bu olmasın deyənə, bax onları etməyin. Canım maşallah, hamının klipində çəkilirsən. Maşallah, İradə xanımın klipində gitara çalmışam. Doğrudan. Qururam belə baş. Belə də ki, Rejissor dostum olanda elə olur da. Çiriz mənim kliplərim keçmişsiniz.